Allah bu gecəni və bu qədər gecələrin feyzindən sizləri, əzizlərinizi, xalqımızı, İslam ümmətini, bütün bəşəriyyəti faydalandırsın. Keçən dəfə dediyimiz kimi, keçən Qədir gecəsindən bu Qədir gecəsinə qədər nə qədər yaxınlarımızdan, əzizlərimizdən dünyasını dəyişənlər var. Onların ruhlarını yad eləyək və cəmi dünyadan köçənlərimizin, xüsusən şəhidlərimizin ruhları haqqında salavat zikr eləyək. Artıq ikinci Qədir gecəsidir. Ramazan ayının 21-ci gecəsi. Bu Qədir gecələri hər biri öz ardıcıllığı ilə davam edir. Məsələn, 19-cu Qədir gecəsi haqqında İmam Sadiq əleyhissalam buyurur ki, Ramazan ayının 19-cu gecəsi olanda hacıların siyahısı nazil olar. Yəni bu il haca, həcc ziyarətinə kimlər gedəcək, onların siyahısı nazil olar. Və buyurur, fi leylətil qədri yuktabu vafdul həcc və fiyhə yuqaddaru kulli əmrin min sənətin ilə sənə. Və bu gecə, belə bir gecədə buyurur, bu Qədir gecəsindən gələn Qədir gecəsinə qədər, gələn ilin Qədir gecəsinə qədər baş verəcək bütün işlər təqdir olunur. Tali kimi yazılır. Və buyurur ki, min xeyrin av şərrin, av rizqin, av əcəl. İstəyir bu bir il ərzində, qarşıdakı bir il ərzində baş verəcək işlər, xeyir işləri olsun, istəyir şər işləri olsun. Hansı hadisələr insanın başına gələcək, istəyir xeyir olsun, istəyir şər. Və istəyir ruzi barəsində, istərsə də əcəl barəsində. Taliyə aid bütün təqdirat, müqəddərat bu gecə həll olunur, yazılır. Və əsas məqsəd bu hədis çatdırmaqda budur ki, bütün bu yazılar ki yazılıb, 19-cu Qədir gecəsində, keçən Qədir gecəsində artıq bunlar təyin olunub. Bunlar ki bizim üçün təyin olunub, zamanı imamına təqdim olunub, xoşbəxtlik bundadır ki, onların təsdiqləndiyi gecə bu gecədir. Yəni bizim üçün bir şansdır bu gecə ki, oturub Allahdan istiğfar diləyək, Allahla razı niyaz deyələyək ki, bizim üçün təyin olunmuşları Allah gözəl bir şəkildə təsdiqləsin bu gecə. Bir müjdə də budur ki, 23-cü gecə bugün təsdiqlənəcək, bütün taliyimiz 23-cü gecədə möhürlənəcək, imzalanacaq. Yəni bizim üçün iki gündə vaxt var, 2 gecədə vaxt var, bu 2 gecədə fürsətdə, bu gecə və qalan 2 gecədə biz nəyi dəyişə bilərik, nəyə fikir verməliyik, neyiniyək, necə bu gecələrdən, bu son 2 gecədən fürsət kimi, şans kimi yararlanaq, bəhrələnək.